biz dedik insan. İnsan sözü nisyan kəlməsindəndir, götürülüb. Yəni unutqan. Unudan. İnsan əslində bilirsən nəyi unudub? Öz fitrətini unudub. Allahla olan əhdini unudub. Rəbbini unudub. Səbəb dünyanın şirinliyi. Bir misal çəkmək istəyirəm sizə. Bir uşaq təsəvvür elə. Bu uşağın içərisində anaya məhəbbət var, yoxsa yox? Var. Var anaya məhəbbət. İndi ana uşağı aparır qoyur bir başqa qadının yanına ki, mənim işim var. Bunu nə et? Bir qədər saxla. 1 saat saxla, 2 saat saxla. Baxış. Uşaq nə edəcək? Anası üçün ağlayacaq. Çünki qəlbi anasını istəyir. Ana deyib ağlayacaq. İndi gəl, bu uşağı sakit elə. Hansı yoldan istifadə edəcək? Oyuncaqlar verir. Oyuncaq ver ona, konfet ver ona, şirini ver ona. Bu uşaq nə olacaq? Başı qarışacaq bu oyuncaqlara, bu şirnilərə. Ana yaddan çıxdı, unutdu. Ana qəlbindən çıxdı, yoxsa unutdu? Unutdu. Ananı unutdu, amma qəlbindən çıxmadı. İndi istəsək ki, bu uşağı ananı xatırlasın. Nə edək? Əlindəki oyuncaqlar. Əlindəki oyuncaqları al, şirinləri al, konfetləri al. Yenidən deyəcək, ana, ana, ana və ağlayacaq. Biz insanlar da bu cürləyik. İnna lillah və inna ileyhi raciun. Allah'tan gəlmiş yalnız. Gələndə ağlamışıq dünyaya gələndə. Allah'tan ayrılmışıq, həqiqi vətənimizdən ayrılmışıq. Gəldik dünyanın şirinliyini gördük. Dünyanın oyuncaqlarını gördük. İndi uşaq balaca oyuncaqlarla oynayır. Biz böyüyürük, böyük ev oyuncaqlarla oynayır. Uşaq balaca o maşınlarla oynayır. Böyüyürük, böyük maşınlarla oynayır. Bu da oyuncaqdır. Bu da oyuncaqdır. Biz bəzən deyirəm, biz palçığın, daşın avarası olmuşuq. Dəmirin avarası olmuşuq. Həyatımızı daşa, palçığa, dəmirə həsr eləmişik. Onlar bir dənə zəlzələ olsun, böyük bir ev olsun, imarət olsun, nə olacaq? Yerinə yiyir. Toz, torpaq. Gözünə toz torpaqdır. Bizim başımız qarışıb, bu oyuncaqlara, bu maraqlara, şeytan dünyanı bizi rəngbərəng eləyib. Başımız qarışıb buna. Elə ki, bunların şirinliyi aradan getdi, bunların güvənci aradan getdi. İlk dediyimiz söz nə olur? Allah. Allah, Allah, Allah. Baxın, sıxışan insanlara ilk dediyi söz Allah'dır. Ateist olsa belə. Bu yaxınlarda Türkiyənin o ateistlərin böyüyü var idi, xəstə idi. Lakin nə vaxt? İnşallah sağalar. İnşallah sağalar. Allah bizim fitrətimizdədir. Kənardan gəl, qanunlar da kənardan gələn qanunlar deyil ha. Məsələn, ilahi şəriət bir düzəldilmə bir şey deyil. Bizim fitrətimizə uyğun bir şeylərdir. Yaradılışımıza uyğun bir şeylərdir. Əgər Allah şərabı haram edirsə, bu deməkdir ki, o şərab, o içki bizim yaradılışımızla, fitrətimizlə uyğun deyil. Bəlkə uyğundur. Mən deyirəm, uyğun deyil. Niyə? İçən adama bax, danışığında pəlt eləyir, düşüncəsində geriliyir, yerişində geriliyir. Demək, bunun yaradılışına uyğun deyil. Allah zinanı haram eləyibsə, yəni səbəb budur. Allah da onun zətini haram eləyibsə, səbəb budur. Fitrətimizlə uyğun deyil. Yaradılışımızla uyğun deyil. Dinin özü, qanunları da fitrətimizdən. Fitrətimizin tələbidir, Allah qoyub ona. Yalan danışmaq, əgər Allah haram eləyibsə, bir adam deginən ki, mən istəyirəm məni allatsınlar. Var belə adam? Allah zülmü qadağan eləyibsə, bir adam deginən ki, mən istəyirəm mənə zülm olunsun. Var belə adam? Yoxdur. Zalim belə istəməz ona zülm olunsun. Yalancı belə istəməz ki, ona alladılsın. Bütün ilahi qanunlar bizim fitrətimizdəndir. Sual verərsən ki, ibadət bəs. İbadət də ruhumuzun tələbədir. Əla bi zikrillah tətmainnel qulub. Böyük psixologiyanı araşdırıcıyla görərsən ki, insanın ruhu təlatümü ki var, ruhu təlatümü. Psixologların saatlarla
seanslarını bir dənə əstəğfirullah Rabbi və tubli deməklə sənin bütün o problemlərin həll oluna bilər. Düşüncəli bir tövbə. Tövbə bilirsən nədir? Özümü format elədim. Sıfırladım. Fitrətimə qayıtdım. Tüm keçmişdəki problemlərin üstündən nə etdim? Xətt çəkdim. Vicdanıma əziyyət verənlərin üstündən xətt çəkdim. Tamamlandı. Psixoloqlar bahalı saatlarla, bahalı qiymətlərlə, saatlarla kurslar eləyirlər ki, insanı yenidən özünə qayıdış eləsinlər. Özümə ən gözəl qayıdış günahların bağışlanmasını istəmək və Allaha sığınmaq. Mənim fitrətimin tələbidir. Namaz mənim fitrətimin tələbidir. Ruhumun ehtiyacıdır. Allah razı olsun. Allah sizdən də razı olsun.